Kapital Bank Dövlət Bankı olub, xəbərimiz yox imiş. 012 310 0891 nömrəsindən Xanıma zəng eləyiblər. Dövlətin pulunu yeyəndə yaxşı idi, indi gətirin, ödəyin. Hansı ki, xanımın bank qarşısında heç bir öhdəliyi yoxdur. Nə zaminliyi var, nə də krediti. Bir nəfər kredit götürüb, xanımın nömrəsini verib. Əməkdaş da zəng eləyib, kobud şəkildə xanımla danışmağa başlayıb. Məsələ burasıdır ki, Kapital Bank Dövlət Bankı deyil. Bəlkə də Kapital Bankdan əməkdaşa belə bir səlahiyyət veriblər. Bəlkə də deyiblər səhmdarına görə bankı Dövlət Bankı kimi adlandıra bilərsən. Bəlkə deyiblər ki, vətəndaşa hədə qorxu gələ bilərsən, bizə heç kimi heç eləyə bilməz kimi vədlər vermiş ola bilərlər. Amma ona deyim ki, bu kimi danışıqlar söhbət olaraq sizə baş ucalığı gətirməyəcək. Sizin Kapital Bankdan nə kimi şikayətiniz var, şərh bölməsində danışaq. Və sizə də zəng edib bu formada hədə qorxu kimi, təhdid kimi, göz qorxutmaq kimi bu formada danışıqlar olubsa, şərh bölməsində bizə bildirin. Kanala abunə olmağı unutmayın.